Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam dəyərli izləyicilər. Bugünkü xəbərimiz ölkə üzrə pensiya ödənişləri ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən məlumata əsasən may ayı üzrə pensiya ödənişləri tam şəkildə yekunlaşdırılıb. Məlumata görə paytaxt Bakı şəhərində, Sumqayıt şəhərində, Abşeron rayonunda və həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşların pensiya ödənişləri ayın 14-də həyata keçirilib. Bununla yanaşı, bugün ölkənin digər bölgələrində qeydiyyatda olan vətəndaşların da may ayı üzrə pensiyaları kart hesablarına köçürülüb. Eyni zamanda güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş şəxslərin də ödənişləri tam şəkildə təmin olunub. Beləliklə, Respublika üzrə bütün pensiya ödənişlərinin yekunlaşdığı bildirilib. Bu xəbər minlərlə vətəndaş üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə yaşlı insanlar, sosial dəstəyə ehtiyacı olan şəxslər və ailə büdcəsini pensiya hesabına planlaşdıran vətəndaşlar üçün bu cür məlumatlar olduqca vacib hesab olunur. Son illər ölkədə sosial müdafiə sahəsində aparılan yeniliklər nəticəsində pensiya və sosial ödənişlərin daha operativ və rahat şəkildə vətəndaşlara çatdırılması istiqamətində müxtəlif addımlar atılır. Elektron sistemlərin tətbiqi, bank kartları vasitəsilə ödənişlərin həyata keçirilməsi və bölgələrdə xidmət imkanlarının genişləndirilməsi vətəndaşların işini xeyli asanlaşdırır. Pensiya ödənişlərinin vaxtında həyata keçirilməsi xüsusilə regionlarda yaşayan insanlar üçün böyük rahatlıq yaradır. Çünki bir çox ailələr gündəlik ehtiyaclarını məhz bu vəsait hesabına qarşılayır. Bu baxımdan ödənişlərin gecikmədən tamamlanması vətəndaşların sosial rifahına müsbət təsir göstərir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən məlumatda qeyd olunur ki, bütün ödənişlər müəyyən olunmuş qrafikə uyğun şəkildə icra edilib və vətəndaşların bank kartlarına köçürülüb. Pensiya alan şəxslər vəsaitlərini bankomatlar və ya müvafiq bank xidmətləri vasitəsilə əldə edə bilərlər. Ekspertlər hesab edir ki, sosial ödənişlərin vaxtında həyata keçirilməsi ölkədə sosial sabitliyin qorunması baxımından mühüm rol oynayır. Eyni zamanda bu addımlar vətəndaş məmnunluğunu artırır və dövlətin sosial siyasətinə olan etimadı gücləndirir. Qeyd edək ki, pensiya və sosial ödənişlərlə bağlı yeniliklər olduqda aidiyyatı qurumlar tərəfindən ictimaiyyətə rəsmi məlumatlar təqdim edilir. Vətəndaşlara tövsiyə olunur ki, bu kimi xəbərləri yalnız rəsmi mənbələrdən izləsinlər və yayılan qeyri-dəqiq məlumatlara inanmasınlar. Əziz izləyicilər, siz bu barədə nə düşünürsünüz? Pensiya ödənişlərinin vaxtında həyata keçirilməsi və sosial sahədə görülən işlərlə bağlı fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Yeni xəbərlərdə yenidən görüşənədək